Abbasqulu Ağabəyçiğanovun Hikmətin fəziləti əsəri haqqında yanlış fikri müəyyən edim. Şah vəsiyyəti icra edərkən ehtiyatlanırdı. Doğrudur. Çünki hamı özünü ağıllı sayırdı. Tacirin, vergi yığanın cavabları şahı qane etmir. Əlbəttə ki, şah yalnız qocanın cavabları qane edir. Həkimin şaha sifariş göndərməsi əsərin ekspozisiya hissəsini təşkil edir. Doğrudur. Giriş, bədii müqəddimə bu lap əvvəldədir. Hökmdarın seçimi onun özünün də müdrik insan olduğunu göstərir. Əlbəttə ki, hökmdar axırda qocanın qarşısında, o müdrik qocanın qarşısında baş əyir, təzim edir və onu özünə vəzir seçir. Əsərdəki qoca obrazı vəzir təyin edilmək üçün müsabiqəni udmaq istəyir və buna nail olur. Xeyr, sadəcə olaraq o suallara müdrik cavablar verir. Elə yanlış cavabımız da budur.